Biz burada da diqqətli bir şəkildə girməmiz lazımdır ki, iğnə uşağa toxunmasın, iğnə ciftə toxunmasın. Tamam mı? İğnənin ucunu heç gözümüzdən qaçırmırıq burada. Digər ikincini də götür. Qafandan sıx. Bəli. Bir narahatlıq hiss eləmirsən, öyrəşdin? Yaxşı, prosto. Nə prosto? Stresli. Yox, dedim axı relax, stres olmasın. Ağırlı bir şey deyil. Bir dənə iğnə girdiyinizdə hiss edirsiniz ki, iğnə... Bu suyun çəkilməyinin uşağa ziyan olmaz. Yox, heç bir ziyanı yox, narahat olma. Bu ikili test, üçlü test zaten tarama testidir. Yanlışlıq payı var, amma amniyosentezin yanlışlıq payı yoxdur. Tamam mı? İnşallah xeyir xəbərlərini alarıq. İşləm bitdi, iğnəni də görərəkdən çıxdı, tamam mı? İndi ürək döyüntüsünü açacağım anası. Ürək döyüntüsünü eşit ki, uşağa zərər vurmadıq. Yaxşı. Bu da ürək döyüntüsü. Tamam. Artıq çox keçmiş olsun. İnşallah yaxşı xəbərlər alarıq. İnşallah. Çox sağ olun.